Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün 3 oktyabr tarixidir və oktyabrın 4-ünə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz isə 19-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə isə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz isə 19-24 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 1-6 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.